Hər kəsə salam qızlar. Yeni vloquma və kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Kanalıma abunə oldunuzsa, keçək vloqa. Burada gördüyünüz kimi özüm üçün səhər yeməyi hazırlayıram. Düzü şirniyyatla çay içməyi daha çox xoşlayıram. Sadəcə bu dəfə belə etmək istedim. Biz masanın üstünə normal bazardan aldığımız belə plyonka sərmişik. Yəni belə Instagramda falan maraqlandım. Dedilər ki, onların düzü plyonkaları daha başqa cür olur. Amma ki, yenə də o pulu dəyməzdi, çünki çox baha dedilər. Təkcə adanın üstünə soruşdum. 400-500 arası dedilər. Ona görə mən də yoldaşıma dedim ki, nə yaxşısı elə sən özün get, sədərəkdən al, gətir. Özümüz yapışdıraq. Düzü bunun da altını belə sulamışdım. Suyla yapışdırmağa çalışmışdım. Sadəcə bu yapışqanlı olmadığı üçün belə olur. Yəni görürsüz belə yapışırım sanki mizin üstünə. Bunu belə hərdən bir belə qaldırıram. O havalar, qabarcıqlar falan gedir. Düzü qabarcıq deyil, onlar sanki yapışır da yəni üstünə. Hər nəysə qızlar, bu günlərdə stolları falan belə yumaq istəyirəm. Masanın üstünü belə düzəldim. Ondan sonra isə keçirəm stolları yumağa. Çünki neçə vaxtda planlaşdırıram ki, bunları yuyum. Düzü bir ara yumuşam, yəni bu vloqlar çəkdiyim müddətdə. Sadəcə olaraq yenidən batmışdı. Dedim ki, yenə də yumaq lazımdır, ona görə yuyum. Yorucu olduğu üçün hər dəfə ertələyirdim ki, yox bu gün yox, sabah yox, o birisi gün. Belə onları yumaq üçün fabrikdən aldığım divan xalça yumaq üçün mayeni götürürəm. Belə bir qabımız və belə şotkamız var. Yorumlarda bir xanım yazmışdı ki, bəs niyə belə stollara üzlük almırsınız falan. Yəni qızlar, buna üzlük almıram, çünki burada biz oturmuruq, demək olar ki, ancaq belə qonaq gələndən gələn otururuq. O da hər dəfə qonaqlıqdan sonra çalışıram ki, belə bunları yuyum. Düzü hərdən gecikdirdiyim vaxtlar da olur. Amma ki, növbəti qonaqlığa qədər bunlar tam yuyulub təmizlənmiş olur. Burada isə stolun birini artıq yudum. Burada ləkələr var. Düz onu da yaxından göstərməmişəm sizə. Amma hamısı getdi. Mən əvvəllər fabrikin paltarlar üçün olan ləkə çıxarıcısını alırdım və divana yox, ən çox stola da belə istifadə edirdim. O məni çox yorurdu. Həm də ki, qızlar əlimi ağardırdı, yandırırdı. Amma bu isə çox rahat imiş. Həm ləkələri aparmağı daha rahatdır, həm də ki, əlimi falan da belə yandırmadı. Çox yaxşı da rahat istifadə edə bildim. Ləkə çıxarıcını belə ancaq geyimlərdə daha yaxşıdır. Yəni hər şey öz ünvanında olsa daha yaxşı olarmış. Qara taxta olan hissədəki köpüklərə fikir verməyin. Onları da axırda salfetka ilə silib təmizləyirəm. Hətta üstündəki olan cızıqları da falan Temudan aldığım qara boyalı da boyadım. Oldu tərtəmiz. Nəysə, belə sakitliklə olmaz. Biraz da musiqi açaq. İşimiz daha rahat keçsin. Çünki belə çox sıxıcı olur. Burada isə sizə fərqi göstərirəm. Baxın, birini yumuşam, birini isə hələ ki yumamışam. Görürsüz yuyanda necə rəng açılır. Yəni bu da havadan nən qapan insanlar kimi öz-özünə elə bir ki, evdə kir qapır, nə olursa bilmirəm. Yəni 1-2 dəfə oturmaqla belə olmur. Sadəcə qalır bu hala düşür. Yəni rəngi tutulur sanki. Nəysə qızlar, öz yıxılan ağlamaz deyirik və keçirik digərlərini yumağa. Yəni bunlar mənim seçimimdir deyə deyinməyə haqqım yoxdur. Stolların hamısını təmizlədim. İndi isə burada gördüyünüz kimi bu boya var. Bununla siz nə edəcəm? Baxın, sizə göstərim. Bax, hansı ki, bu stollarda belə görürsüz kraskası belə atıb və yaxud da ki, belə cızığı falan var. Onları bundan örtürəm. Yəni çox yaxşıdır. Bunu da Temudan almışdım. Örtür hətta. Bunun ağ rəngini də almaq istəyirəm. Çünki bizdə ağ-qara da deyə bilirlər. Ağların da üstündə belə cızıq falan olanda bunun üstünü örtməyə. Hətta gəlin bir yerdə edək. Baxın, belə örtür. Yəni uzaqdan heç nə bilinmir. Sadəcə olaraq yaxından biraz indi qurumadığı üçün bilindi. Buralar da oldu tərtəmiz. Həm stolları, həm taxtalarını, boyamalarını da elədim. Rəngləri gedən yerdən və əllərimin halına baxın. Yəni əlim batırmasaydım olmazdı. Digər əlim də o gündədir. Nəysə. Yaxşı ki, yenə yuyanda belə yedir. Hətta onların da üstü, məsələn, nəm salfetka ilə falan silsəniz yedir. Yəni tam belə kraska deyil də, sadəcə boyadır. Amma yenə də iş qurtarır həqiqətən. Bu nədir deyə soruşsaz, bu əslində qara zirə yağı deyil, o yerə tökdüm. Bu xəyin qaynatmışdım. Xəyin qaynamışdı da, yəni suyudur. Onu qaynatmışdım saçlarıma vurmaq üçün. Mən demişdim sizə ki, bəs saçım çox tökülür. Ona görə. İndi isə bunu gedirəm saçıma vurmağa. Biraz saxlayıb, sonra isə yuyacağım. Əvvəl bir ara təsir elədi. Bilmirəm, mən çox gec vururam, nədirsə. Yəni saçım hələ də tökülür. Sadəcə olaraq yenə də istifadə eləmək istəyirəm ki, görək hələ sonu necə olur. Sonu yəqin ki, keçər qalınaram. İnşallah. Bir də qızlar, bu yaxınlarda istəyirəm həkimə də gedim artıq, analiz də verim qanımdan. Çünki belə olmaz artıq. Saçım dediyim kimi çox tökülür. Görək hələ qan analizlərimin cavabı necə çıxacaq. Yəqin ki, daxildən nəsə bir problem var ki, mən nə qədər xaricdən belə məhlullarım və yaxud da başqa bir şeylər sınasam belə bir xeyri olmur. Ona görə daxildən problemi həll eləmək lazımdır. Mən qızlar bunu deyirəm, mən əvvəllər bununla yuyurdum stollara. Düzdür, ləkə aparmağına aparır, yaxşıdır. Sadəcə olaraq
əllərimə dəydiyi üçün əlimi yandırırdı, elə bil ağardırdı. Amma paltarlar üçün yaxşıdır bu. Bunu isə videoda gördüyünüz kimi bu da çox yaxşıdır. Nə əllərimi yandırmır, heç bir zərər vermir əllərimə. Çox qəşəng təmizlədi. Yəni bundan sonra bunu da əlavə elədim artıq təmizlik məhsullarına. Yəni bu arada bunlar reklam deyil, öz pulumdan almışam. Yəni Faberlikdə də işləmirəm. Bəzən yazıb soruşursunuz ki, bəs Faberlikdə işləyirsiniz yoxsa yox? Yəni işləmirəm. Sadəcə olaraq çoxdandan istifadə etdiyim məhsullardır. Buydu. Bir də bunun spreyi falan aldıqlarım şurada görmüsünüz. Belə bir qutu var həyətdə. Bu da vannanın qutusudur. Bunu belə zibil qabına ata bilmirəm. Çünki zibil maşını gəlir, sağ olsun, ancaq salafanda olan zibilləri götürür. Yəni uşaqların qırıq bir lövhəsi vardı. Onu qoymuşam, neçə vaxtı qalıb orada qıraqda. Yəni elə də gəlir gedir, heç xəbərim olmur ki, çıxmam deyim ki, onu da götürsün. Nəysə, bu qutunu indi Hindistanlıların adət-ənənələrinə uyğun olaraq yandırmağı düşünürəm. Yandırandan sonra isə qanq çayı olmadığı üçün bizdə çöldə qanq çəlləyi var. Hər nəysə, atacağım onu bir salafana yığıb, atacağım külünü onun içinə. Belə. Yəni, böyük şeyləri ancaq belə deyirik. Buranın da siləkəli halını göstərim, görürsünüz. İndi buranı silməmişəm. Dünən yox, ondan öncəki gün silinib. Yəni, arada bir gün silinməyib. Görürsünüz necə hava nə günə düşüb. Bir də istəyirəm qızlar buraları yuyum. Buraları belə yuyub təmizləyim. Bütün oraları düzü təzə yumuşam, amma yenə də əldən keçirmək lazımdır. Buraları falan da hamısını. Düzü həmin prosesi sizin üçün çəkməyəcəm. Sadəcə belə göstərirəm ki, yəni bu işlərim var. Bir də sizə nə deyəcəyim? Bayaqları bir shorts paylaşmışam. Bunları falan göstərmişəm trend mahnı ilə. Orada bir xanım yazıb ki, bəs Valehdən heç xoşum gəlmir. Yəni buna ad qoydu. Oraya da çox gülmüşəm həqiqətən. Bunun adı oldu bundan sonra Valeh. İndi birazdan Valehlə evləri siləcəm. Sadəcə uşaqlar yatıblar deyə evi toztaranlaya bilmirəm. Bunun haqqında da qısaca məlumat verim. Qızlar çox uzadıram, söhbəti bilirəm. Bunu mən trend yoldan almışam. Çirkli suyla təmiz suyu ayırmağı çox yaxşıdır. Yəni dediyini əməl eləyir. Bura çirkli sular yığılır, burada isə təmiz sular yığılır. Evi silməkdə yaxşıdır. Sadəcə olaraq bizdə laminatdan da bilmirəm nədəndirsə iz qalır yerdə. Yəni yüngülvari belə izlər qalır yenə də. O da bilmirəm niyə görədir. Deməli, məndə belə salfetkalar var. Ondan Temuda görənlər varsa onlar bilər. Bu təmizlik üçündür bunlar. Bunları ev siləndə də istifadə edə bilərsiniz. Evlərin içinə də olur, hərdən istifadə edirəm. Biraz da vernil qatıram. Bu da evə qoxusu yayılır. Həm də ki, belə kabini yuya bilərsiniz. Məsələn, unitazı yuya bilərsiniz, umvalniki yuya bilərsiniz. Yəni sabunda da demək olar bu. Buraları təmizlədim. Hər tərəf oldu tərtəmiz. Belə bu videonu editləyirdim ki, gördüm bir xanım yazıb ki, yorumda bəs qara sim stitilləri necə təmiz saxlayırsınız, hansı vasitələ yuyursunuz? Mən buna heç bir vasitə vurmuram. Qızlar sadəcə olaraq nə məski ilə silirəm, o da ki, hər gün silirəm. Yəni hər dəfə əlimi yumağa gedəndə silirəm. Çünki bunu həftədə bir yumaya salsam, yəni bunun üstə su ləkələri qalacaq, getməyəcək. Ondan sonra isə başqa digər vasitələri yoxlamalı olacaq. Ona görə elə işimi çətinə salmamışdan hər gün əlimi yuyanda elə çalışıram ki, silim, təmizdə qalır. Görüntüsü gözəldir, amma ki, diqqət tələb eləyir. Gərək ki, elə əlin üstündə ola. Gəlin sizə göstərim, bax. Çirkli su bura yığılıb, təmiz su isə bura. Görürsünüz qızlar, heç qarışdırmır. İndi belə tam görsənmir, amma quruyandan sonra azca da olsa belə qalır. Oralar belə, buralarda belə oldu tərtəmiz. Hava da artıq qaralır. Mən də yoruldum. Gedim biraz çay içim, dincəlim. Deyəsən yeni çıxıb, mən görməmişdim. İndi bunun içini kəsək baxaq. Yəni yumurta formasındadır, içi də çörüdür. Baxın qızlar, belə çox maraqlı bir şeydir. Yəni görsəz, alın. Dadı isə plombir dondurmasının dadını verir. Biz ilk başda o qədər də bəyənməmişdik. Amma sonra yedikdə gördük ki, dadı yaxşıdır. Qızlar, deməli burada bir ördəyim var. Bu hal-hazırda buzdur. İstəyirəm bunu qoyum mikrovalnovkaya. Açılsın, çünki pişirməliyəm. Axşama çatsın vaxtında. Ona görə qoyuruq mikrovalnovkaya. Və buradan bunu 5 dəqiqəyə. Oy. Hə, tamam, ayarlamışam. Startı basırıq. Orada elə açılsın, mən də ona qədər yeri falan belə toztaranlayayım. Sonrası gəlin bunu doğrayayım, qoyum qaynamağa pişsin. İndi isə mərhuma gətirdik, qoyduq bura. Başlayayım bunu yandırmağa. İndi orada belə daşlar falan var. Burada da hətta var. Bunlar gözümə çox batır həqiqətən. Sadəcə olaraq bunlar yığmağa gərək ki, yoldaşımı yığam.
O da ki hələ yığmır. Nəsə belə yesə desin, onları da özüm yığışdıracağım. İndi bunu yandırmağa. Yandırım, hava sakitdir. Sonra biraz sönsün, soysun. Külünü yığışdırıb atacağım zibil qabına. Zibil qabına yox, qanq çayına. Yox, qanq çəlləyinə. Deməli qızlar, hamamı təmizlədim bayaq. Təmizləyən vaxtda shorts videosu üçün asmır videosu çəkdim. İndi onu da editləyəcəm, görüm indi nə alınırsa. Bəlkə bu videoda qoyaram, baxarsınız shorts videosunu izləməyənlər üçün. Bir də buradan belə aromatın belə ətirləndiricisi var. Bizdə bundan aşağıda da var böyük forması. Bu isə yoldaşım bunu maşın üçün almışdı. Gətirdi qoydu hamama ki, hamamdan yaxşı gəlsin. Yəni bizdə biraz ətir xəstəliyi var. Bir də ki, bayaqları mən hamamı təmizləyəndə uşaqlar gətirdilər ki, amma bəs işıqdan çək gəlib. Baxıram ki, 114 manat. Yəni böyük evin böyük rasxodları deyim. Yəni bu təkcə işığın puludur. Nəysə, qalan videomu da tamamladım. İndi isə qızlar istəyirəm ki, bu hamamı belə təmizləmişkən bizim Instagram səhifəmiz üçün, hansı ki, modelər falan paylaşdığımız səhifəmiz üçün də bir video çəkim. Çünki yəni bunlar da bizim işlərimizdən biridir. Bizim də yoldaşımın, yəni onların video editləmələrini də mən eləyirəm. Bura səhifəni qoyaram. Əgər siz də eviniz üçün modelər falan, kabin, unitaz, nə bilim, vanna falan belə şeylər almaq istəsəz, hamama aid nə isə bir səhifəyə baxıb ala bilərsiniz. Görək elə bundan bunu yandıra biləcəyik. Deməli qızlar, bayaqdan bunu yandırmağa çalışıram, gücündən artıq deyəsən də yanacaq bundan sonra. Yəni deyirəm, fikirləşirəm ki, bu lazımsız bir şeydir, axı bunu mən özüm yandırmaq istəyirəm, ona görə yanmır. Amma bu indi olaydı lazımlı bir şey, çox vacib olan bir şey olaydı. Yəni balada çınqıya belə yanıb kül olmuşdu indiyənə. Biz əvvəl qaldığımız evdə həyət evi idi. Artısı 3-4 il bundan qabaq, hətta 5-6 il də ola bilər belə. Nəysə, həyətdə kebab eləmişdik, onun közü qalmışdı. Ona da yaxın belə modelər falan var idi də. Yoldaşımın işindən qalan. Hələ onu bişirəndən sonra yoldaşım onsa su tökmüşdü, islatmışdı ki, təmiz sönsün də ocaq. Çınqı düşmüşmüş, ona xəbəri olmayıb. Yuxarı çıxandan bir nə qədər sonra evin pəncərəsindən gördük ki, alovlar çıxır həyətdən. Tez qaçdıq, söndürdük. Onlar da elə bir materialdır ki, yəni tez alışan materialdır da. Bir çınqıla yəni elə alışmışdı, yanmışdı. Neçə dənə modelər yanmışdı. İndi onu fikirləşirəm ki, yəni ona bir çınqıl düşmüşdü. Bunu bayaqdan nə qədər kibritlə yandırmaq istəyirəm, axır ki, güclə yandırmağı bacardım. Deməli, orada tamamilə alışdı. İndi isə mən istəyirəm buraları süpürüm, görsünüz. Yəni bizdə biraz külək olsun. Bütün həyəti pisinə qoyur. İndi fikirləşirəm ki, buraları süpürüm, yığışdırım. O da sönəndən sonra artıq onu yığışdıracağım, küllərini tam soysun sonra. Buraları da belə təmizlədim. Şimdi oraları da yığışdırıb, biraz süpürdüm. Deməli qızlar, gəlin sizə bazarımızı göstərik. Kiçik bazarımızı. Burada yenə belə sasikadakı cazın sasikası. Burada yenə kalbasa. Yəni çox istifadə edirik biz. Sonra belə 2 dənə pini, vafle, nestik, meyvə soku, mandalin. Bir də mənim ən sevimlim fıstıq. Burada isə qızlar Təbriz çörəyidir. Bu çörəkdən bilmirəm yemisiniz yoxsa yox. Yəni çox qəşəng çörəkdir, dadlıdır. Yəni onu boş-boşda o qədər yemirəm, çox xoşlayıram. Sizə bağlamam var, stəkanlar almışdım. Ramazan ayına onlar gəlib, indi onlarsa birazdan sizə göstərəcəm. Düşürdü qutu. Yoldaşım nə qədər də mənim işimə elə belə baxsa da, yəni mənə deyir ki, niyə insan bu qədər əziyyət çəkirsən, video paylaşırsan, onları düzəldirsən, onlara vaxt sərf edirsən. Deyirəm ki, yox da niyə ki, mənim də özümə aid bir işim olsun. Bu qədər belə deyinməyinə baxmayaraq, yenə də sağ olsun, telefonu götürüb çəkir. Çünki qızlar istəyirəm ki, öz işim, öz qazancım olsun. Bir ara digər vloglara da demişdim ki, bəs tort bişirib satmaqla məşğul olmuşam. Hardasa bir 3-4 il bundan qabağın söhbətidir. Yəni onda belə öz qazancım özümə o qədər dəyərli gəlirdi ki, hətta ilk qazancımla gedib özümə geyim almışdım. Düzü söhbət o geyim almaqdan getmir. Onu belə yoldaşım pulu verirdi, alırdım. Sadəcə olaraq o mənim qazancımdan olan bir şeydir. Ona görə mənim üçün daha çox dəyərli idi. Yəni insan öz uğurundan əldə elədiyi nələrsə daha çox dəyərli olur. Ona görə istəyirəm ki, öz uğurumdan əldə etdiyim bir şeylər olsun. Bu arada qızlar, hələ ki 1780 abunəm var. Amma inanıram ki, bir gün çox böyük bir ailə olacağıq. Hətta 100.000 olacağıq. Amma ki, 100.000 olana qədər istəyirəm ki, mart ayına qədər 5000 abunə olaq.
Bəlkə 5000 abunə olsaq, yoldaşımın da daha inancı olar ki, həqiqətən də nələrsə etmək olurmuş. Ona görə qızlar, dəstəyinizi əsirgəmirsiniz. Zəhmət olmasa abunə olun. Mart ayına qədər 5000 olaq. Yəni bu mənim üçün çox-çox önəmlidir qızlar. Yəni mən bu yolda uğur qazanmaq istəyirəm. Əgər mənim uğuruma köməklik eləmək istəyirsinizsə, kanalıma abunə olun. Bu arada qızlar, bu stəkanları isə 29 manata sifariş etmişəm Trendyoldan. 8 ədəddir, amma istəyirəm ki, 4 ədəd yenə də sifariş edim. Hələ ki yox, yəni bundan sonra ki 12 nəfərlik olsun. Bizdə masa onsuz da 8 nəfərlikdir, amma hərdən bir qonağım da çox gələndə çatsın. Bunlar yaxşı gəlmişdi, yolda falan belə qırılmaz, zədələnmə olmamış. Bunları isə əlimdə yuyuram, deyirəm bir dənə ki maşına ataram, rəngi falan gedər ya cızılar. Əslində bunun bakallarını atmışam maşına, yəni heç nə olmayıb. Sadəcə olaraq buna ehtiyat edirəm, deyirəm Ramazan ayına qədər salamat çıxsınlar. Ondan sonra isə birini atıb yoxlayaram. Əgər getməsə, qalanlarını da yenə qab yuyanda yuyaram. Belə onları yumuşkən dedim buraları təmizləyim. Qızlar, deməli mənim tripoduma baxın hələ. Tripodum qalıb yuxarıda, onu ərindim, gedib gətirməyə. Nəsə burada belə bir şey yaratdım, telefon qoymuşdum bura, belə çəkib. Nəysə, bunları da belə yudum. Nəysə bunları quruluyum, yığım yerinə. Uşaqlar da multfilmə baxırlar deyə, yəni səsi götürüb ailəmə nə qədər desəm də ki, kodunu alın, yəni xeyri yoxdur. Həm də plus aşağıda olduqları üçün orada səs verəndə daha çox yuxarıya yayılır. Nəysə qızlar, bu hissəyə fikir vermirsiniz. Başa düşmək olar da, yəni ki, uşaqlı evdir. Normal hallar da belə hallar. Baxın qızlar, bunun belə bakalları da var məndə. İndi gəlin sizə bununla onun fərqini göstərim. Bu daha çox incədir. Yəni, yerə qoyanda hətta səsindən bilirsiniz, baxın. Görürsünüz necə incədir. Bunları hələ qurulamamışam. Bunları hələ qurulamamışam düzü, amma indi buna baxın. Yəni buna insan qorxur əl vurmağa ki, birdən qırılar. Hətta bir dəfə qavyana qoyanda çox sıxışmışdılar, biri qırıldı. Amma bu isə qalındır. Yəni mən də bunu belə bunun kimi nazik gözləyirdim. Amma qalındır, görürsünüz. O böyükləri buradan götürdüm, yığdım yuxarıya. Balacaları isə bura qoydum, belə. Bu dolabımda, ümumiyyətlə bu qablar olan dolabı çox sevirəm də qızlar. Bir aram qab xəstəliyinə tutulmuşdum. Yəni dəhşət qab alırdım da, harada nə görürdüm ki, çıxıb, gedib alırdım. Bu qablarımı da görmüşsünüz də, onları demişdim, zardan almışdım. Instagramda kəşfetmə düşürdü. Bunun yaşlı rəngi də vardı, mavi rəngi də. Nəsə mən bu rəngini xoşladım, aldım. Sonra bunu almışam. Bir də ki, qızlar, sizə nə deyəcəkdim mən? Mən bunların hamısını evi köçməmişdən qabaq almışam. Hardasa demək olar ki, 2 il falan belə bundan qabaq olardı ki, biz bura torpağı alandan sonra hansı ki başladıq ki, evi tikməyə, başladım mən də ev əşyaları almağa. Hətta ilk aldığım məhsul bu olmalıydı məncə, yağlı kağız falan belə qoymaq üçün, amma hələ ki belə içi boş qalıb. Düz alıb yoldaşım, amma ki çox uzundur, ona yerləşmir. Gələk onu mən özüm marketə girəm. Ona uyğun bir şey alın, yerləşdirim. Hər nəysə qızlar, yəni deməyim ondadır ki, yəni siz də çalışın. Aranızda var bir xanım vardı ki, yazmışdı ki, deyəsən ev tikmə ərəfəsindədirlər. Yəni həm onlara, həm ondan başqa izləyicilərim varsa ev tikmə ərəfəsində olan, yəni evə köçməmişdən qabaq, məsələn bu dekorlar falan hamısını çox-çox öncədən almışam. Köçməmişdən qabaqca aldım ki, bildim ki, yəni köçəndən sonra o qədər problemlər olur ki, çatışmayan şeylər olur, almaq olmur. Ona görə əvvəlcədən alsanız, həm ehtiyaclarınızı, həm də ki, belə dekor falan aksesuarlarınızı alsanız, evə köçəndən sonra tamamilə rahat ola bilərsiniz. Vlogumu da burada sonlandırıram. Əgər ki, bura qədər izləmişsinizsə kanala abunə olmağı, rəylərdə fikirlərinizi yazmağı və videonu bəyənməyi unutmayın. İnşallah ki, bu ilin sonuna qədər 100.000 abunə olarıq. Özünüzə yaxşı baxın. Hələlik.